Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində 28 sentyabr tarixli və günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, sentyabrın 29-na olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz isə 19-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə, Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz isə 19-24 dərəcə isti olacaq. Dağlarda isə gecə 2-6 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı gözlənilir.